Dostlar, hər kəsə salamlayıram. Bugün sizlərlə maraqlı bir mövzu haqqında sual-cavab eləyəcəyəm. Xüsusən də əgər siz müsahibə mərhələsində Səhiyyə Nazirliyinə müraciət eləyirsinizsə, mütləq şəkildə Səhiyyə Nazirliyinin əsasnaməsindən sizlərə sual soruşulacaq, sualla. Və sizlərdən soruşula biləcək sualları mən burada toplamışam sizin üçün. Bugün sizin üçün belə bir maraqlı bir şey eləmişəm. Bunların cavabları da var. Ona görə də diqqətli olursunuz, baxırsınız həmin bu suallara və qeydlərinizi aparırsınız. Başlayırıq birinci sualdan. Məsələn, hansı sual? Səhiyyə Nazirliyinin hüquqi statusunu xarakterizə edin. Nədir bunun statusu və də hüquqi statusu? Baxın, burada markerimi də götürürəm. Qısa-qısa izahlar çalışacağam verim, daha dərin yox. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən necə orqandır? Mərkəzi icra hakimiyyəti orqanıdır. Baxın, qanunverici yox, mərkəzi icra hakimiyyəti orqanıdır və nəyə var bunun? Müstəqil balansı, dövlət əmlakı var, xəzinəsi var, bank hesabları var. Hətta dövlət gerbi olan möhrə də malikdir Səhiyyə Nazirliyi. Aydın oldu? Bu sizin birinci sualınız. Bəs deyən nazirlik öz fəaliyyətində hansı hüquqi aktları rəhbər tutur? Baxırıq, konstitusiyadır, qanunlardır, prezidentin fərmanı və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz əsasnaməsini, bax bu əsasnaməni rəhbər tutur. Üçüncü sual, Səhiyyə Nazirliyinin saxlanma xərcləri və maddi-texniki təminatı hansı mənbələr hesabına maliyyələşdirilir? Nazirliyin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədən kənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Dördüncü sual, tibbi sığorta haqqında Nazirliyin tabeliyində olan tibb müəssisələri vasitəsilə göstərilən ödənişli xidmətlərin tariflərini bəs kim təsdiq edir? Qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və sığorta olunan hesab edilməyən şəxslərə göstərilən ödənişli tibbi xidmətlərin tariflərini kim müəyyən edəcək? Birbaşa Səhiyyə Nazirliyi ilə qısa şəkildə də siz deyə bilərsiniz ki, Səhiyyə Nazirliyi təsdiq edir. Bax belə. Növbəti, dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması ilə bağlı Nazirliyin öhdəliklərini sadalayın. Baxın, burada da var. Nazirlik bunların dövlət qeydiyyatını həyata keçirir, dövlət reyestrini aparır, istehsal olunan dərmanların siyahısını rübdə bir dəfə yeniləyərək rəsmi saytında yerləşdirir. 6-cı, Nazirlik əhalinin sanitariya epidemioloji salamatlılığını təmin etmək üçün hansı orqanlarla məlumat mübadiləsi aparır? Baxın, Nazirlik sanitariya mühafizə təmin eləyir, gömrük orqanları ilə qısa şəkildə, yəni bu hissəni özünüz oxuyarsınız, gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsi aparır. 7-yə baxırıq. Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsi və kadr hazırlığı necə tənzimlənir? Nazirlik özü maliyyələşdirir bunları, tibb və əczaçılıq kadrlarının hazırlanmasına rəhbərlik eləyir. Habelə praktiki tibbi fəaliyyətlə məşğul olan şəxslərin sertifikasiyası, yəni bunlara Səhiyyə Nazirliyi verir ki, məsələn, bu şəxs belə deyim, əməliyyat eləyə bilər, əməliyyat eləyə bilməz. Məsəl üçün də indi hal-hazırda trend olan şəkilləndirmə, belə deyim, plastik əməliyyatlar olsun. Bax, bununla bağlıdır. Sertifikasiyanı Səhiyyə Nazirliyi verir. 8-ə baxaq, orqan donorluğu və transplantasiya sahəsində Nazirliyin üzərinə düşən əsas vəzifələr hansılardır? Nazirlik donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaradır. Əsas bunu deyilsiz. Prosesin monitorinqini, yoxlamasını həyata keçirir və bu sahədə əhalinin maarifləndirilməsini təmin edir. 9-cu sualdayıq. Nazirliyin rəqəmlaşdırma sahəsində fəaliyyəti nələr əhatə edir? Rəqəmsallaşdırma daha doğrusu. Səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə tətbiq edir. Tibbi statistika və məlumat analitik bankını, habelə tibbi işçilərin dövlət reyestrini yaradır. 10-cu sual. Nazirliyin rəqəmsallaşdırma sahəsindəki fəaliyyətləri nələr əhatə eləyir? Səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə tətbiq edir. Tibbi statistika və məlumat analitik bankını, habelə tibbi işçilərin dövlət reyestrini yaradır. 11-ci sual, Nazirliyə rəhbərlik edən şəxsin təyinatı və məsuliyyəti barədə nə məlumdur? Nazirliyə prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir və nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən nazir özü məsuliyyət daşıyır.
Növbəti sual Səhiyyə Nazirliyinin kollegiyasının tərkibinə kimlər daxildir? Kollegiya nazirdən, yəni sədr burada nazirdir, onun müavinləridir, Naxçıvanın Səhiyyə naziridir, nazirliyin digər rəhbər işçilərindən ibarətdir. Və eyni şəkildə sual oluna bilər ki, mütəxəssislər və alimlər də daxil edilə bilərmi bura? Bəli. Nazirlikdə fəaliyyət göstərən Apellyasiya Şurasının əsas funksiyası nədir? Ümumiyyətlə, Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən şəxslərin nazirliyin qərarlarından və hərəkətlərindən verdikləri təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbul müsahibəsinin nəticələrindən verilən şikayətlərə baxmaq üçün yaradılıb. Nazirliyin strukturuna daxil olan əsas gigiyenik qurumlar hansıdır? Bura aid Gigiyeniya və Epidemiologiya Mərkəzi, Gigiyeniya və Epidemiologiya Mərkəzləri şəhər üzrə, rayon üzrə və Respublika Sanitariya Karantin Müfəttişliyi daxildir. Nazir müavinlərinin sayı və təyinat qaydası. Nazir müavinlərini prezident vəzifəyə təyin edir və vəzifədən azad edir və 4 müavini vardır. Belə. Və bir də burada sizin üçün əlavə suallar var ki, Səhiyyə Nazirliyinin əhalinin salamatlığının qorunmasında strateji roludur. Müasir səhiyyədə dövlət nəzarəti və tənzimləmə mexanizmidir və burada Nazirliyin beynəlxalq əməkdaşlıq və milli inkişaf strategiyalarındakı iştirakıdır. Səhiyyə sistemində idarə etmənin kollegiallığıdır və əczaçılıq bazarının tənzimlənməsi və təhlükəsizlik. Bax, bu suallarda uşaqlar bir-bir baxırsınız. Yenə deyirəm, 15 sualdır. Ola bilər bir sual soruşulsun sizdə bunun, yəni bu müsahibə mərhələsində, amma sizə verilə biləcək potensial sualları bir araya yığdım. Bax belə uşaqlar, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu bəyənin və paylaşın ki, bir çox şəxsə də əl çatan olsun. Sağ olun.